Hər vaxtınız xeyir olsun, əziz kanal izləyiciləri və əziz 7-cilər. Bugün sizlərə Riyaziyyat 7-ci sinif böyük summativ qiymətləndirmə 2-də olan test nümunələrinin izahını sizinlə paylaşacağım. Qeyd edim ki, bu suallar Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuşdur və sizdən bir xahişim odur ki, videonu bəyənib kanala abunə olub dəstək olmağınızdır. Və bir elanı da sizinlə paylaşım ki, bizim yeni tədris ili üçün tam sıfırdan açılacaq 7-ci siniflər üçün, yəni 5-8-ci siniflər üçün onlayn hazırlıq qruplarımıza qeydiyyat davam edir. Dərslərlə bağlı ətraflı məlumat almaq istəyirsinizsə, aşağıda qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək sualların izahına. Başlayaq bir nömrəli tapşırıqdan. Birinci sualda yazıb ki, aşağıdakı cütlərin hansı 2x plus y bərabərdir 8 tənliyinin köküdür? 2x plus y bərabərdir 8 tənliyi 2 dəyişənli xətti tənlikdir və mənə aşağıdakı variantlardan hansının, yəni hansı cütün bu tənliyin kökü olduğunu soruşur. Bu tip suallarda yəni bir-bir variantları yoxlamaq lazımdır. Məsələn, A variantında 2, 4 verilib, yəni bu deməkdir ki, x 2-dir, y də 4-dür. Aparıb yuxarıdakı tənlikdə x-in yerinə 2, y-in yerinə 4 qoyaq. Görə tənliyimiz doğru olurmu? Olacaq 2 vurulsun 2, üzərinə gəl 4. Həqiqətən də 2 dəfə 2, 4, üzərinə 4 gəlir 8 edir. Və digər variantları yoxlamağımıza ehtiyac yoxdur. Cavabımız olur burada A variantı. Daha sonra ikinci sualda yazıb ki, 46-nın kvadratı çıxılsın 36-nın kvadratı ifadəsinin qiymətini tapın. Bu, müxtəsər vurma düsturuna görə A kvadrat çıxılsın B kvadratın atılışı şəklini yazsaq, 46 çıxılsın 36, vurulsun 46 üzərinə gəl 36 şəklində vurullara ayrılacaq. Və buradan bərabər olacaq 46-dan 36 çıxanda 10 eləyir. 46-nın üzərinə 36 gələndə isə 82 edir. Və onu da 82-yə vuranda cavabımız olur 820. C variantı. Üçüncü suala baxaq. Üçüncü sualda yazıblar ki, x kub çıxılsın 27 bərabərdir x minus 3 vurulsun a ifadəsindən a çox həddisini tapın. Mən bərabərliyin sol tərəfini x kub çıxılsın 27-ni 3-ün kubu şəklində yazacağam. Və bu bərabər olmalıdır x minus 3 vurulsun a-ya. Müxtəsər vurma düsturudur bərabərliyin sol tərəfi. A kub çıxılsın B kub. Mən onun kublar fərqinin asılışı şəklində göstərsəm olacaq x çıxılsın 3 vurulsun birincinin kvadratı, üzərinə gəl birinci ilə ikincinin hasili və üzərinə gəl ikincinin kvadratı. Bu bərabər olmalıdır x minus 3 vurulsun a-ya. Bundan indi a çox həddisini tapmağımız üçün hasili məlum vurğa bölməliyik. Yəni x minus 3 vurulsun x kvadrat üzərinə gəl 3x plus 9 ifadəsini x minus 3 bir həddisinə bölməliyəm. Çox həddisinə bölməliyik. Buradan x minus 3-ləri qısar gedəndən sonra cavabımız qalır x kvadrat üzərinə gəl 3x plus 9. Deməli, a çox həddimiz bərabər oldu x kvadrat plus 3x plus 9 B variantı. Daha sonra davam edək 4-cü sualdan. 4-cü sualda yazıb ki, x minus buranı silər, x minus 5-in kvadratı çıxılsın 25 ifadəsini sadələşdirin. Deməli, ifadəmiz bu şəkildədir. X minus 5-in kvadratı çıxılsın 25 ifadəsini. Bunu əslində x minus 5-i kvadrata yüksəldib, daha sonra ondan 25 ilə çıxmaq olar. Gəlin elə yazaq. Bunu mən x minus 5-i kvadrata yüksəlsəm, olacaq a çıx b-nin kvadratının atılışına görə. X kvadrat çıxılsın birinci ilə ikincinin hasilini 2 misli, yəni 10x üzərinə gəl 25. Və bir də çıx 25-imiz var. Buradan 25-ləri islah edəndən sonra cavabımız qalır x kvadrat çıxılsın 10x. Burada cavabımız olur A variantı. 5-ci suala baxaq. 5-ci sualda yazıb ki, bərabər tərəfli ABC üçbucağının, əvvəlcə mən bərabər tərəfli ABC üçbucağı burada təsvir edəcəm. Bu bizim bərabər tərəfli ABC üçbucağımızdır. A təpəsindən, A təpə nöqtəsini və BC təpə nöqtələrini qeyd edək. A təpəsindən çəkilən tənbölənin belə bir tənböləni çəkirəm. Deyir ki, bu tənbölənin uzunluğu 15,6 cm-dir. Bu tənbölən isə yəni təpədəki bucağı yarıya bölür, alfa olaraq. Və mən bərabər tərəfli üçbucağın bilirəm ki, bütün bucaqları bir-birinə bərabər olur. Hər biri 60 dərəcə olur. 60 dərəcə, 60 dərəcə və bu da təpədəki bucaq da 60 olur. Amma tənbölən çəkildiyinə görə bunu 30-30-a ayıracaq. Və buradan görürəm ki, bu çəkilən tənbölən həm də hündürlüyüymüş. Ümumiyyətlə, bərabər tərəfli üçbucaqda onsuz qayda olaraq belədir ki, istənilən təpədən çəkilən tənbölən, hündürlük, median eyni olur. İndi bu tənbölənimizin uzunluğu hündürlük də deyə bilərik. AH-ın uzunluğu 15,6 cm-dir. Məndən isə soruşur ki, B təpəsindən çəkilən hündürlüyü tapın.
Uşaqlar, elə B təpəsindən çəkilən hündürlüyümüz də elə A təpəsindən çəkilən hündürlüyə bərabər olacaq. Cavabımız burada 15,6 sm olur. C variantı. 6-cı suala baxaq. 6-cı sualda yazıblar ki, y çıxılsın 3, vurulsun y plus 3, vurulsun y kvadrat plus 9 ifadəsini sadələşdirin. Mən burada ilk iki mötərizənin hasini tapanda mənə kvadratlar fərqinin açılışını verir. Yəni bir dəfə çıxıblar, bir dəfə toplayıblar. Ona görə onların yerinə yazacağım elə birincinin kvadratı y kvadrat çıxılsın ikincinin kvadratı, yəni 9 və bir də vurulsun y kvadrat plus 9 var. Və bu yenə müxtəsər vurma düsturudur. A kvadrat çıxılsın B kvadratın açılışıdır. Bir dəfə çıxıblar, bir dəfə toplayıblar. Bunu yazacağam y kvadratının kvadratı və çıxılsın 9-un kvadratı. Bu da bərabər olacaq y üssü 4 çıxılsın 81. Cavabımız burada C variantı olur. 8-ci suala baxaq. Yazıb ki, bərabər yanlı üç bucağın oturacağına bitişik bucaqlarından bircə dəqiqə. Biri 70 dərəcə olarsa üç bucağın təpə bucağını tapın. Deməli, bərabər yanlı üç bucağın oturacağına bitişik bucaqlarından biri 70 dərəcə olarsa üç bucağın təpə bucağını tapın. Bu 6-cı sualdır. Bir bərabər yanlı üç bucaq burada təsvir etsəm, oturacağına bitişik, bu bərabər yanlı üç bucaqdır. Oturacağına bitişik bucaqlardan biri bura 70 dərəcədir. Və qayda olaraq bilirik ki, bərabər yanlı üç bucağın oturacağına bitişik bucaqları bir-birinə bərabər olur. Ona görə bu biri oturacağına bitişik bucağı da 70 dərəcə olacaq. Və təpə bucağına da x yazsam, üç bucağın daxili bucaqlarının cəmi 180 olmalıdır. Təpə bucağını tapmağımdan ötürü 180-dən bu 2 dənə daxili bucağın cəmini çıxmalıyam. Yəni x bərabər olacaq 180 dərəcə çıxılsın 140 dərəcə. Buradan x-imiz bərabər olur 40 dərəcə. Cavabımız burada 40 dərəcədir. D variantı. 7-ci suala baxaq. 7-ci sualda yazıb ki, 36a-nın kvadratı üzərinə gəl 12ab, üzərinə gəl b kvadrat üçhədisini vurğulara ayırır. Uşaqlar, baxın burada bu 6a-nın kvadratı üzərinə gəl birinci ilə ikincinin hasinin kimisi və üzərinə gəl ikincinin kvadratı. Bu 6a üzərinə gəl b-nin mötərizə kvadratının açılışıdır. Həqiqətən də 6a plus b-ni kvadrata yüksəlsəz görərsiniz ki, bu ifadəni bizə verir. Daha sonra gəlin baxaq 9 nömrəli tapşırığa. 9-cu sualda yazır ki, bərabər yanlı üç bucağın, yenə bərabər yanlı üç bucaq təsvir edəcəm burada. İki tərəfi 6 desimetr və 3 desimetr olarsa onun perimetri nə qədərdir? Maraqlı sualdır. Burada indi bir sual yaranır ki, mən bərabər yanlı üç bucağın yan tərəfinə 3 desimetr deyə, yoxsa 6 desimetr deyə. Uşaqlar, bərabər yanlı üç bucağın əgər yan tərəfinə 3 götürsəm, oturacaq 6 olur və bu üç bucaq bərabərsizliyini pozur. Üçbucaq bərabərsizliyinə görə üçbucağın iki tərəfinin cəmi 3-cüdən böyük olmalıdır. Amma burada fikir versəz görərsiniz ki, 3-dən 3-ün cəmi 6-dan böyük deyil. Ona görə də mən bu üçbucağın tərəflərini bu cür işarə edə bilmərəm. Yan tərəflər 6 olmalıdır, oturacaqlar 3 olmalıdır. Və perimetri məndən istəyir, perimetri də 15 desimetrə bərabər olur. C variantı cavabımız. Davam edək 10-cu sualına. 10-cu sualda yazıb ki, y bərabərdir mənfi 2x plus 9 funksiyasının qrafikinin abziz oku ilə kəsişmə nöqtəsinin koordinatlarını tapın. Uşaqlar, bu xətti funksiyadır. Y bərabərdir kx plus b şəklindədir. Məndən abziz oku ilə kəsişmə nöqtəsinin koordinatlarını istəyir. Ümumiyyətlə, xətti funksiya olunmursa, hansı funksiya olursa olsun, abziz oku ilə kəsişmə nöqtəsi deyəndə, yəni y 0 olur həmin nöqtədə. Ona görə də bu funksiyanı mən y-ni 0-a bərabərləşdirəcəm. 0 bərabərdir mənfi 2x plus 9-a və buradan x-i tapacam. Mənfi 2x-in mənfi 9 olur, x-imiz olur 4,5. Deməli, abziz oku ilə kəsişmə nöqtəsinin x-i 4,5-dir. Cütlər şəklində də yazanda həmişə birinci x-in qiyməti, sonra isə y-i 0 götürdüyümə görə y-də 0 olur. Cavabımız B variantı. 11-ci suala baxaq. K-nın hansı qiymətində tənglər sisteminin sonsuz sayda həlli var? Deməli, burada qayda belədir ki, A1-in A2 olan nisbəti bərabər olmalıdır B1-in B2 olan nisbətinə, o da bərabər olmalıdır C1-in C2 olan nisbəti. A1, A2 burada hansı ki, A1, A2 x-in əmsallardır, B1, B2 y-in əmsallardır, C1, C2 də sərbəst ədlərdir. Yazacağım 12-nin 4-ə nisbəti bərabər olmalıdır K-nın 8-ə nisbətinə. Və bu iki bərabərlikdən istifadə edib K-nı tapa bilərəm. Çarpaz vurub həll eləsək, 4K-mız bərabər olur 12 vur 8, 96-ya, K-mız da buradan bərabər olur 24. Cavab olur D variantı. 12-ci sualda yazıb ki, 8 tam 1000-də 523 ədədini onda birlər mərtəbəsinə qədər yuvarlaqlaşdırın. Onda birlər mərtəbəsi burada duran rəqəm 5-dir.
onda birlərə qədər yuvarlaqlaşdırsaq olacaq 8,5. Çünki 5-dən sonra yazılan rəqəm 2-dir. 5-dən kiçik olduğuna görə həmin qeyd olunan rəqəm dəyişməyəcək. Ondan sonrakilər sıfıra çevriləcək. Yəni sıfırları yazmasaq da olar. 8,5-dir. Daha doğrusu bizdən sualın davamını burada oxumadım. Deyir ki, təqribi qiymətini və mütləq xətasını tapın. Mütləq xəta da dəqiq qiymət çıxılsın təqribi qiymətə bərabər olur. Yəni burada mütləq xəta bərabər olacaq dəqiq qiymət çıxılsın təqribi qiymət. Təqribi qiymət. Və indi mən buradan yazsam bərabərlik dəqiq qiymətimiz, yəni ədədimizin özü 8,523 idi. Təqribi qiymətimiz 8,5-dir. Yəni 8,523-dən çıxacam 8,500-ü. Bu da nəyə bərabər olur? 0,23-ə. Cavabımız burada A variantıdır. Bəli. Daha sonra 12-ci suala baxaq. 13 daha doğrusu. Deyir ki, AB konqurentdir AC-yə. Bunların bərabər olduğunu qeyd edək. Bucaq AC, bucaq BAD. Bucaq AC necə ola bilər ki? Bucaq BAD-ni, bucaq CAD-yə bərabər olduğunu deyir. Baxın, BAD haradır? Bura. Bura bir alfa yazsam, CAD də, C burada var ki, CAD-dir yazmaq istəyirlər yəqin. CAD, yəni burada alfadır. Deyir ki, bucaq ABD, bura 48 dərəcədir. Bura 48 dərəcədir. Məndən ACD neçə olur? Burada 48 olacaq. Burada olur 48 dərəcə A variantı. Daha sonra 14-cü suala baxaq. Çoxluqlarla bağlı sualdır. Bunun üçün Euler-Levin diaqramı gəlin çəkək. Baxın, ən yaxşı qaydası Euler-Levin diaqramıdır. Buna A çoxluğu, buna B çoxluğu deyək. Kəsişməsində 14 dənə element varsa, mən ortaya mütləq birinci 14-ü yazmalıyam. A çoxluğumuzun ümumi 28 elementi var. 14 dənəsini artıq ortaya yazdığıma görə mən yalnız A-ya aid olan hissəyə 14 yaza bilərəm. B çoxluğunun ümumi 32 elementi var. Ortaya artıq 14 dənəsini yazdığıma görə yalnız B-yə 18 element qalır. Və məndən n A birləşmə B-nin elementlərinin sayını istəyir. Bütün bu hissələrdə olan ədədləri toplamalıyam. 14, 14, 18. Cavabımız olur neçə? 28, o da 18 olur 46. Cavabımız burada B variantıdır. 15-ci suala baxaq. Tənliklər sistemini həll edin. Bunun həll edilməsinin ən rahat qaydası bunu toplama üsulə həll etməkdir. Tərəf-tərəfə toplayanda mənfi y və müsbət y-lər istak edəcək. 5x bərabər olacaq 14 plus 36, 50-yə. X-imiz bərabər olur 10-a. X-i 10 tapdıqdan sonra aparıb istədiyimiz yerdə, yəni yuxarıda qoya bilərik, aşağıda yerinə qoya bilərik. 2x 20, 20-dən isə çıxan 14 edir 6. Cavabımız olur x 10, y 6. D variantı. 16-cı suala baxarıq. Kamil illik sadə faizlə 8% artım verən banka 3000 manat pul qoydu. 3 ildən bu məbləğ nə qədər olar? Bu sadə faiz artım düsturudur. Düstur bu şəkildədir. S-in bərabərdir. S0 vurulsun 1 plus %rn. Buradan bərabər olacaq. S0 başlanğıc qiymətimizdir. 3000 qoyub. 3000 vurulsun. Mötərizə açacağım 1 üzərinə gəl. Faizimiz 8-dir, ilimiz də 3-dür. 8 vur 3 bölünsün 100. Bu da bərabər olacaq 3000 vurulsun. Mötərizənin içərisini hesablayanda olur %124. 3000-dəki 2 sıfırdan 100-dəki 2 sıfır gedir. 30-u 124-ə vuranda olur neçə? 3720. Deməli, Kamilin 3 ildən sonra pulu 3720 manat olacaqdır. 17-ci suala baxaq. Yazıb ki, tənliyi həll edin. 3x çıxılsın 2-nin kvadratı, çıxılsın 8x vurulsun x minus 1, bərabərdir x kvadrat çıxılsın 32. Əvvəlcə mən 3x çıxılsın 2-nin kvadratı yüksəlsəm, alacaq 9x kvadrat çıxılsın 12x üzərinə gəl 4. Müxtəsər rüma düsturuna görə. Çıxılsın 8x kvadrat olacaq, mötərizəni vurub atıram. Üstə gəl 8x bərabər olmalıdır x kvadrat çıxılsın 32. Bərabərliyin sol tərəfini bir qədər sadələşdirsək, olacaq x kvadrat mənfi 12x müsbət 8x çıxılsın 4x üzərinə gəl 4 bərabər olmalıdır x kvadrat çıxılsın 32. Bərabərliyin hər iki tərəfindən x kvadratları islah apara bilərəm. Mənfi 4x bərabər olur. Müsbət 4-ə sağa keçirəndə mənfi 36 olur. X-imiz də bərabər olur 9-a. Deməli, cavabımız olur burada 9. 17-ci sualda cavab 9-dur. 18-ci suala baxaq. Qrafik y bərabərdir 5x çıxılsın 8 funksiyasının qrafikinə paralel olan və mənfi 2 7 nöqtəsindən keçən xətti funksiyanın düsturunu yazın. Baxın, bizim bir xətti funksiyamız 5x çıxılsın 8 şəklindədir.
O biri də buna paraleldirsə, buna y1 də, y2 paralel olmağının şərti belədir ki, k1 k2-yə bərabər olmalıdır, b1 b2-dən fərqli olmalıdır. Plus b yazılır. Və mənfi 2 7 nöqtəsindən keçir. Yəni x-in yerinə mənfi 2 qoyanda 5 vur mənfi 2 plus b, y-imiz 7-yə bərabər olmalıdır. Burada mənfi 10 plus b bərabər olur 7-yə, b-imiz də bərabər olur 17-yə. Deməli, həmin o ikinci funksiyamızın düsturu 5x plus 17 şəklindəymiş. 19-cu suala baxaq. Hər il mürəkkəb faizlə 20% artım verən banka qoyulan 7000 manat pul 3 ildən sonra neçə manat olar? Bu artıq mürəkkəb faiz artım düsturudur. Bunun düsturu isə S-in vurulsun, S0 vurulsun, 1 plus %R üstü N düsturu ilə hesablanır. S0'ımız başlanğıc qiymətimiz 7000 manatdır. 7000 vurulsun, 1 plus faizimiz 20'dir, %20 üstü 3 olacaq. Bu da bərabər olacaq 7000 vurulsun, %120 olur. Onda 20'yə xəsar aparanda 5'də 6. 5'də 6'nın da kubu olur 125'də 6'nın da kubu 216 olur. İxtisarlarımızı aparsaq 5'ə xəsar aparanda burada qalır 25, burada qalır 140, daha doğrusu 1400. Daha sonra 1400 ilə də 25'i 5'ə xəsar aparanda yuxarıda qalır 280, aşağıda qalır 5. Hələ bir dəfə də bunu 5'ə xəsar apara bilərəm. Burada qalır 56, burada da qalır 1. Və 56'nı da 216'ya vursaq, cavabımız olacaq neçə? 56 vurulsun 216. 12096. Deməli, 12096 azim bunun pulu olacaqdır. 20-ci sonuncu suala da baxaq. Yazıb ki, 5 kilogram xiyar və 4 kilogram pomidora 23 manat pul ödədilər. 1 kilogram xiyar 1 kilogram pomidordan 1 manat baha olarsa, əvvəlcə gəlin xiyarın və pomidorun qiymətlərini qeyd eləyək. Deyir ki, 1 kilogram xiyar 1 kilogram pomidordan 1 manat bahadır. Yəni, pomidorun qiyməti x olsa, xiyarın qiyməti x plus 1 olacaq. Və 5 kilogram xiyar alan 5 vurulsun x plus 1 ödəməlidir. 4 kilogram pomidor da alan 4 vurulsun x ödəməlidir. Və ümumi 23 manat pul ödəyir. Buradan 5x plus 5 plus 4x bərabər olur 23'ə. 9x bərabər olur 18'ə. X də bərabər olur 2'yə. Tapdığımız x pomidorun 1 kilogramının qiymətidir, 2 manat. Və sonra deyir ki, xiyarın 1 kilogramı qiyməti tapın. Xiyarın da 1 kilogramı qiyməti olur 3 azim. Amma uşaqlar, burada bizə tənqidlər sistemi qurmaqla həll edin deyir. Tənqidlər sistemi qurmaqla necə həll edərik? Baxın, yenə. Məsələn, yazacağım ki, 5 kilogram deyir ki, xiyar və 4 kilogram pomidora 23 manat pul ödəyirlər. Mən yazacağım ki, xiyarın qiymətini x yazacağım, pomidorun qiymətini y yazacağım. Yuxarıda yazacağım ki, 5x plus 4y bərabərdir 23'ə. Və aşağıdan da x də bərabərdir 1 kilogram pomidordan axı 1 manat bahadır, y plus 1'ə. Və bunu əvəz etmə üsulundan aparıb x-in yerinə y plus 1 qoyacaqsa, olacaq 5 vurulsun y plus 1 plus 4y bərabərdir 23'ə. Aşağıdan da x bərabərdir y plus 1. Yuxarıdan həll eləsəz yenə y-i tapacaqsınız bu dəfə 2, x də 3 olacaq. Yenə eyni cavabı tapacaqsınız. Belə uşaqlar, suallarımız bitdi. Gələn dərslərdə görüşənədək hələlik sağ olun.